Milli Onkologiya Mərkəzi şişənin xəstəliklərin müayinə və müalicəsi, eyni zamanda diaqnostikası şöbəsinin onkoginekoloq həkimi Könül Mərdanova studiyamızdadır. Buyurun, müraciətlərinizi Milli Onkologiya Mərkəzinə edə bilərsiniz. Könül xanım, xoş gördük, necəsiniz? Yaxşı, siz necəsiniz? Xoş gününüz olsun. Təşəkkür edirəm. Müəyyən onkoloji problemlərə danışanda Milli Onkologiya Mərkəzində bunun müayinəsi, diaqnostikası, müalicəsi var dediyimizdə əlbəttə stres yaşayırıq. Amma unutmayaq ki, canlı bir orqanizm bioloji faktor olaraq daim inkişafda, daim böyüməkdə, bölünməkdə olan hüceyrələrə sahib bir varlıqlarıq. Amma təəssüflər olsun ki, bəzən bu inkişaf yersiz gedir. Xüsusilə də biz indi əgər bugünkü gündə onkoginekoloqla həm söhbət olacaqsa, danışacağımız mövzu ətrafında dəfələrlə söhbət, diskusiya aparmışıq. Bu endometriumun hiperplaziyasıdır. Selikli qıyşanın həddindən artıq inkişafı, həddindən artıq böyüməsi, qalınlaşması, indi necə ifadə eləyək ki, rahat olsun. Amma bunun nə dərəcədə normal və ya anormal tərəfləri varsa, o haqda onkoloq özü sizə məlumat verəcək. Diqqətiniz Könül xanımda olsun. Buyurun. Təşəkkür edirəm İlhamə xanım. Hər kəsin sabahı xeyirli olsun. Baxmayaraq ki, onkoloji mövzulara dəfələrlə toxunuruq, amma yenə də bilinməyən tərəfləri olur. Ona görə təkrar olaraq bugün endometrium hiperplaziyasından danışmaq qərarı verdik. Ümumiyyətlə, endometrium hiperplaziyası nədir? Uşaqlığın daxili qatının normadan artıq qalınlaşması, burada qlandulyar stromal nisbətin dəyişməsi fonunda yaranır. Müxtəlif yaş dönəmlərində rast gəlinə bilər, amma daha çox rast gəlindiyi dönəm 35 yaş üzəri deyirik. Xüsusən də ki, premenopauzal və postmenopauzal dönəmdə olan xanımlarda rastlaşdığımız bir patologiyadır. Amma yenə də altını çizərək deyəcəm ki, hər bir yaş dönəmində rast gəlinə bilər. Bura reproduktiv, premenopauzal və postmenopauzal dövr olaraq bölsək, 3 dövrün içində də əmələ gələ bilir. Riskləri fərqli ola bilir. Cavan yaşlarda olan endometrial hiperplaziyanın, belə deyək, xərçəngönü və xərçəng patologiyasına keçmə riski az olur. Amma premenopauzal dövrdə eyinlərin, yəni atipik endometrial hiperplaziyaların olma riski yüksək olursa, postmenopauzal dövrdə isə xərçəngin olma riski yüksək olur. Fizioloji olub-olmadığını təbii ki, ayırd eləməliyik. Endometriya reproduktiv, adət görən, çıxıl görən xanımlarımızda adət öncəsi qalın görsənə bilər. Yəni, endometrium özünü hiperplaziya formasında və yaxud da ki, polipə bənzər formada maskalaya bilər. Ona görə bunu dəqiqləşdirmək üçün adətin 5-ci, 6-cı günü ultrason müayinəsindən keçəcək. İndi biz yəqin ki, hiperplaziya aid olan bütün məsələlərə toxunarıq. Simptomatika, diaqnostikası orada daha incəliklə deyərəm. Amma postmenopauzal dönəmdə olan qadınlar rutin müayinələrdə endometrium qalınlığı əgər 4 millinin üzərindədirsə, bu deməkdir ki, nəzarət tələb edən bir durumdur. Çünki 4 milli bizim, belə deyək də, postmenopauzal adət görməyən qadınlarımızda götürdüyümüz bir ölçüdür. Hansı ki, 4 millinin altında ədəbiyyata axtarsaq, bir datalara baxsaq, xərçəng olma ehtimalı az olduğu üçün, ona görə bizim üçün asimptomatik postmenopauzal qadınlarda 4 milli normal rəqəm kimi qəbul olunur. Amma 4-7 millinin arasında olan qanunlaşmalar bu deməkdir ki, follow-up dediyimiz, nəzarət dediyimiz bir dönəmə girir. Təbii ki, burada fərdiləşdirilmiş yanaşma və ultrason müayinəsində ultrasonun görüntüsü bizim üçün önəmlidir. 8 millidə xərçəng olmayacaq deyə bir durum yoxdur. Ultrasonun görüntüsünə baxırıq, xəstənin simptomlarına baxırıq, ona görə biopsiyalara gedə bilirik. Amma 10 millinin üzərində postmenopauzal qadınlarda hətta simptomsuz olsa da belə bir mənalı endometrial biopsiyaya göstərişdir. Çünki orada xərçəng olma riski 25-40% normal pasientlərdən Yəni, yaş bizə çox şey deyir. Çox şey deyir. Amma dediyiniz kimi, menstruasiya görürsə bir qadın, reproduktiv dövrədədirsə, 4-7 və ya 10-a qədər bəlli qalınlıqda... Yox, reproduktiv dönəmdə olan qadınlarda adətin günlərinə görə, siz bunu gözəl bilirsiniz, amma xanımlarımız üçün çatdıraq ki, qalınlaşmalar müxtəlif qalınlığında ola bilər. Məsələn, adətin 15-ci, 16-cı gündə 14-15 millini biz normal
normal. Hə. Çünki niyə? Əgər belə deyək də əsaslı bir bilgilərdən danışsaq, yumurtalıqlarımızda ifraz olunan hormonlara endometriumun reaksiyası var. Yəni erkən fazamız bizim folikulyar fazadır. Hansı ki estrogenlər birinci gündən başlayaraq qanda konsentrasiyası arta-arta gedir ovülyasiyaya qədər və bu estrogenlər artdığı anda endometriumda qlandların belə deyək vəzlərin böyüməsi, çoxalması, proliferasiyası baş verir. Ovülyasiya baş verdi mi, sonra sarı cisim formalaşır və progesteron yaranır. Bəs niyə biz hiperplaziyadan danışırıq? Disfunksional hormonal pozğunluğu olan qadınlarda yaranır. Yəni çoxlu miqdarda estrogenin təsirindən və yaxud da ki, qarşılıqsız estrogen, yəni progesteron çatmayan durumlarda. Bəs bunlar hansılardır? Ən çox rastlaşdığımız hormonal disfunksiyası olan PCOS xəstələri, hansı ki, polikistik over sindromu olanlar, anovulyator durumlar, yəni ovülyasiya baş vermir, estrogen daha çox ifraz olunmağa başlayır və bu da avtomatik olaraq endometriumda daha çox belə deyək hiperplaziya verir. Metabolik prosesi olanlar, Linç sindromu olanlar, şəkərli diabeti olanlar, piyələnmədən əziyyət çəkənlər, niyə görə bunlarda daha çox yaranır? Çünki qanda estrogenlərin miqdarı çox olur. Onun da səbəbi nədir? Qeyd edim ki, estrogenlər biz nə qədər də ən çox mənbəyi yumurtalıq kimi qeyd eləmiş olsaq da, amma yalnız yumurtalıq deyil, biz bunu dəfələrlə demişik. Böyrək üstü vəzidə, piy toxumasına, hətta sümük toxumasına ifraz olunur. Və bu dediyim sindromları olan, metabolizm prosesində pozğunluqları olanlar, şəkərli diabetin olanlar, piyələnmədən əziyyət çəkənlər böyrək üstü vəzidə belə deyək fəaliyyətində aktivləşmə baş verir. Və aktivləşmə baş verdiyi halda həm böyrək üstü vəzidə olan bildiyimiz kimi qadın orqanizmində kişi hormonlar da var, testosteronlar da var, yəni androgenlər də var, az miqdarda da olsa var. Onların prekursorlarının aktivləşməsinə və onların da estrogenə çevrilməsinə səbəb olur. Bu deməkdir ki, qadın orqanizmdə qanda dövr edən periferik estrogenin miqdarı yalnız yumurtalıqdan deyil, kənar orqanlardan da ifrazı artır. Bax, bu risk faktoru daşıyan xanımlarda adətən endometrial hiperplaziyalar çox olur. Yəni, hər bir vəziyyətdə sadaladığım bütün risk faktorlarını toplasaq, yenə də əsasında qanda estrogenin miqdarının artıq olması nəticəsində yaranır. Yəni, endometrium öz estrogen reseptorlarına daha çox qıcıq verən bir estrogenlə rastlaşır və progesteron çatışmadığı üçün endometriumun qalınlaşması baş verir ki, simptomlar olur. Hə, reproduktiv dönəmdə olan xanımlarımızda qeyd elədim ki, bunun dəqiq diaqnostikasına aparmaq üçün simptomlar təbii ki, önəmlidir. Biz ayaqdan ona danışacağıq. Amma reproduktiv dönəmdə, yəni hər ay sıqıl görən xanımlarda biz əgər bir profilaktik müayinədə endometriumun gördüyümüz gününə uyğun qalınlaşmasını görürüksə, məsələn də, pasiyent gəlib adət olacaq 3-4 günə, yəni ikinci fazasında da endometriumun qalınlığı bizim göstəricilərimizdən bir 4-5 millə artıqdır. Biz həmin xanıma deyirik ki, adətin 5-ci, 6-cı günü təkrar ultrason müayinəsinə gəlsin və ona görə baxaq. Tutalım, reproduktiv, sıqıl görən xanımlarda adətin 5-ci, 6-cı günü endometriumun qalınlığı 6 milliyə qədər, 7 milliyə qədər olmalısa, həmin dönəmdə biz 10, 11, 12 milli bir qalınlaşma görürüksə, hələ üstəlik bir qadının simptomları da varsa, bura simptomlar patoloji uşaqlıq qanaxmalardır, formalarını mən birazdan qeyd edərəm, varsa bu artıq reproduktiv dönəmdə olan qadının endometriumun qalınlığı deməkdir, yəni hiperplaziyası. Məsələ nədir? Yəni, xanımın yaşına görə hamiləlik mi olacaq, sıqıl olacaq, ümumiyyətlə yaşına görə menopoz, ümumiyyətlə sıqıl görməyəcək. Bütün bunları dəyərləndirib ortaya onkoloji problem var, yoxdur, onkoloji öncəsi xərçəng önü halı dəyərləndirmək lazımdır. Bax, indi kontraseptivlərə geri dönmüş olsa, baxın, süni şəkildə bunun yaranması, bu da biz əslində həkimi düşündürür. Görün, nə qədər burada axtarış elisi, gəldik diaqnostikasına. Diaqnostikasına gəlirik. Çox önəmli bir mövzudur. Baxın, klinik əlamətlər bilirik ki, qanamalar verir, indi formalarına toxunarıq. Amma sizin dediyiniz nüansları aydınlaşdırmaq və xüsusən də ki, reproduktiv dönəmdə olan bir xanıma dəqiq diaqnoz qoymaq sizin dediyiniz kimi ki, həqiqətən bu hiperplaziyadırmı, fizioloji prosesdirmi, xərçəng önü patologiyasıdırmı,
xərçəngidirmi? Bax, Yəni, bu bunları... sizə rahatlıq verməsin də, mən reproduktiv dövrdəyəm, sikl görürəm, bunun hiperplaziyası həkim dedi normaldır. Xeyr, ola da bilər. Ola da bilər. Hətta mən burada yenə də qeyd edim ki, mən bayaq ilk öncə sözümü ona görə başladım və qeyd elədim, altını çizərək deyirəm. Hər bir yaşda patoloji proses ola bilər, endometrium prosesləri ola bilər. Çünki bizim ümumiyyətlə xanımlarımız adətə ilk başladığı gündən adətlərini çox zaman bu normaldırmı, patolojidurmu, hətta müayinələrə getməyən insanlar var. Piylənməsi, tüklənməsi, uşaq yaşlarından olan hormonal disbalansı olan xanımlarımız var. Hətta uşaqlarını həkimə aparmayan xanımlarımız da var. Sən bu uşaqda bir kökəlmə görürsənsə, anormal kişi tipli kökəlmə görürsən ki, hansı ki mən bayaq ona toxundum. Yəni kişi cinsiyyət hormonları qadının bədəndə, uşağın, qız uşağının bədəndə çoxdursa, bu da hiperestrogeniyaya, hiperestrogeniyaya gətirib çıxarda bilən bir belə deyək, problemdir. Və onlar yoxlanmırlar, çox təəssüf olsun. Belə pasientlərdə təbii ki, hətta reproduktiv dönəmdə belə eyinlərin, yəni patoloji endometrial qanlaşmaların, xərçəngönü patologiyan və xərçəngin yaranması olur. Praktikamızda olurmu? 28-26 yaşında endometriumun xərçəngi hələ ana olmamış qızlarımızla rastlaşdığımız durumlar var. Sizin də toxunduğunuz mövzuya gələk, kontraseptivlərin təyini və yaxud da ki, belə deyək, yoxlanılmamış hormonal status, təyin olunmuş hormonal preparatlar. Xüsusən də ki, biz bunu postmenopauzada toxunarıq. Çünki postmenopauzal dönəmdə nədir? Klimakterik əlamətlər gəlməyə başlayır pasiyentə. Nə etmək lazımdır? Bir estrogen tədavisinə başlamaq lazımdır ki, əlamətlər itsin. Amma biz həqiqətən estrogenə lüzum duyuruqmu? Yəni, həqiqətən varmı? Bir qanda FSH, LH estradiolu yoxlanılıbmı? Digər AMH-sı yoxlanılıbmı? Yəni, bir həqiqətən patoloji prosesdirsə, yox, mütləq yoxlanmalıdır. Süd vəziləri yoxlanmalıdır, qalxanvari vəzi. Başa düşürük, bir il ərzində əgər adət yoxdursa, klimakterik əlamətləri bəzən hormonal dərmanlarla deyil də, qeyri-hormonal preparatlarla, hətta sakitləşdirici preparatlarla da sakitləşdirmək olar. Yəni, biz bir qadının menopozdadır deyilmi, onda hormonal analizlər laboratoriyalardan çıxardılar da. Mən FSH-ı bilmədən, estradiolu bilmədən, bu həqiqətən menopozal dönəmin bir qadınıdırsa da, xüsusən də rastlaşdığımız premenopozal dönəmdə olan xanımlarda bundan daha çox rastlaşırıq. Niyə? Pasient gəlir şikayətlərlə, disfunksional qanamalar. Çünki qadın orqanizmdə iki hormonal yenidən qurulma dönəmi olur. Bir menarxiya dediyimiz ilk adətə başladığımız dönəm, bir premenopozal dönəmimizdə, hansı ki, hormonal disbalans baş verir, anavulyasiya durumları daha çox onda baş verir. Bir həkim bunu necə diaqnostika eləməlidir? Ultrason müayinəsi qızıl standartdır. Hər zaman dediyimiz kimi ginekoloji müayinədə baxış onu birinci deyim. Çünki belə durumlarda elə gedib bir ultrasonda UZI elətdirib, heç bir problem yoxdur, elə klimaks keçirdirəm deyən insanlar var. Bununla yetərlənilmir. Hormonal testlərə mütləq baxılır ki, o klimakterik dönəmi olan bir qanamadır. Və ki, elə hormonlar normaldır, bəs qanamanın səbəbi nədir? O zaman da biz biopsiya analizlərinə gedirik. Qarışıq bir mövzudur. Ümumiyyətlə, endometrial hiperplaziyalar siz dediniz, çox danışdığımız mövzudur. Amma nə qədər də danışsaq, fikir ayrılıqları yəni olur, simptomları sizin bayaq da dediyiniz kimi adi deyib keçən xanımlarımız olur. İstər reproduktiv dönəmdə, istər premenopozal dönemdəki klimaks keçirdir. Yox, indi maraqlısı budur ki, baxın, mənim verdiyim suallara diqqət yetirsəz, indi az-çox anlayışı olan insanlar var ki, deyirəm ki, klimakterik dövrü, menopoza artıq girib. Menopozda nə ehtiyac var ki, bu FSH-a, LH-a? Sual verirəm də, həkim deyir ki, yox, mən mütləq baxmalıyım. Dəyərləndirməliyim. Niyə? Çünki artıq o reproduktiv orqanların təsəvvür edib qarşısında şəklini. Bu hiperplaziyaları, over sindromları və s. Bu gələn siqnalları, var olan hormonal statusu, yaşanan həyat tərzi, ya doğuş sayını, abort sayını. Siz bunu bəzən, baxın, diqqəti hara yetirin, süni şəkildə reproduktiv çağda yaradırsınız. Reproduktiv dövrdə hamilə qalmamaq üçün aybaşı gecikməsi, tezləşməsi kimi endokrinoloji müdaxilələr
hormonal statusun alt-üst olması və s. Bunu doğru şəkildə etmək lazım. Niyə? Çünki onkoloji risklər baş qaldıra bilir. Bəli, qaldıra bilir. Və o dərmanların qəbulu zamanı İlham xanım, bəlkə də bu bugünkü mövzudan kənara çıxma olacaq. Kontraseptivlərin qəbulu zamanı, bəli, kitab deyir ki, onkologiyada over kanserini qoruya biləcək bir dərmanlar sayılır. Çünki aparılan araşdırmalar, retrospektiv araşdırmalar göstərir ki, bir kontraseptiv kok qəbul edirsə, ovulyasiyanı biz baş verdirmirik, belə deyək, yumurtalıqlarda kənardan hormonu qəbul edirik və bu over kanser riskini azaldır. Amma digər kanser risklərini artıra bilirmi? Artıra bilir. Xüsusən burada niyə görə kənara çıxma elədim? Uşaqlıq boyunu patologiyalarının displaziya və xərçəng riskini artırır və bu artıq təsdiqlənmiş bir durumdur. Niyə? HPV-nin persistensiyasını artırır. Və baxın, biz kontraseptivlərdən, hormonal preparatlardan danışırıq. Bayaqdan üstünə dönə-dönə qayıtdığımız bir şey ki, hormonal testlər yoxlanmalıdır. Yalnız hormonal testlər yoxlanmalıdırmı? Bu böyük bir sualdır. Xeyr. Burada HPV yoxlanmalıdır, burada pap test yoxlanmalıdır, süd vəziləri mütləq yoxlanmalıdır. Pasiyent gəlir, hormonal müalicələr qəbul edir, dəraltı implantlar istifadə olunub. Ən çox sevdiyimiz, hətta biopsiya olunmadan, buna da vaxtımız çatsa toxunarıq, Mirena spiralının yerləşdirilməsi. Pasiyent 3 ildir Mirenada gəzir, ağrıları var, süd vəzilərində şişkinlik, hormonludur, progesteron tərkiblidir. Yəni, biopsiya analizləri olunmadan, bəli, 35 yaşa qədər patoloji uşaqlıq qanaxmalarında biz biopsiyaya getmədən, əgər lüzum bilmiriksə, Mirena yerləşdirə bilərik. Amma müəyyən yaşdan sonra biopsiya testləri alınmadan, hormonal testlər yoxlanmadan, süd vəziləri yoxlanmadan siz progesteron təyin edə bilmərsiniz. Biz bayaqdan qadın cinsiyyət orqanlarının hormonlarından danışırıq və bunu dönə-dönə dəfələrlə demişik efirlərimizdə ki, bütün hədəf orqanları var onun, bütün orqan və sistemlərdə reseptorları var estrogenlərin. Ən çox yerləşdiyi süd vəzidə, ən çox yerləşdiyi endometriumdur. Və biz bunu bilə-bilə hansı hormonlarla ki biz idarə eləməyə çalışırıq, amma süd vəziləri yoxlanmır. Axı, bizim niyə süd vəzi xərçəngində, indi dediniz gələcəm, süd vəzi xərçəngi olan hormon pozitiv formalar, hansı ki 70-75% rast gəlinən bir formadır, böyük bir göstəricidir. Bu balaca bir göstərici deyil. Yəni, milyonlarla süd vəzi xərçəngi olan, siz bilirsiniz təbii ki, yəni mən insanlara həqiqətən gündəlik praktikamızda gördüyümüz bir şeylərdən İlham xanım biz qərar veririk, gəlin danışaq. Əlbəttə. Həqiqətən endometrium problemləri son zamanlar, bu çaşqınlıqlar çox olduğu üçün biz vaxtımızı ayırırıq ki, bundan danışaq. Çünki insanlara nə qədər səsimizi çatdıra bilirik. 70-75% hormon pozitiv süd vəzi xərçəngi diaqnozu qoyulursa və hormon pozitiv o deməkdir ki, qadın cinsiyyət orqanlarının hormonlarına pozitiv, yəni şişin proliferasiyasını, şişin baş qaldırılmasını qaldıran bir hormonun reseptorları var və bu hormonda ona təsir edərsə şiş təzədən əmələ gələ bilər. Residiv verə bilər, metastaz verə bilər və biz onları bloklamalıyıq. Yəni, əgər bu iki orqan bir-birindən əlaqəlidirsə, niyə biz hormonal dərmanları kənardan yerləşdirəndə süd vəziləri yoxlanmır? Adi bir ultrason müayinəsi. Buradan insanlarımıza səslənək. Yalnız ultrason müayinəsinə mən getdim, sağlamam deyə bir durum yoxdur. Uşaqlıq boyunun xərçəngini ultrason müayinəsi erkən mərhələlərdə görmür. Gərək 3-cü, 4-cü mərhələyə gəlsin ki, şiş toxuması bir 6-7 sm ölçüdə olsun ki, hətta onu da bəzən, buradan yenə də çatdıraq, regionlarımızda kista kimi qəbul edib, pasiyent gəlir noyabrdan ağrı ilə yoldaş olmayan bir insan, simptom vermir, hələ bir qohum əqrəbi istəyir, simptomu yox, daybaşlarını vaxtı-vaxtında görürdü. Uşaqlıq boynu xərçəngində daybaşlarınızı vaxtı-vaxtında görə bilərsiniz. Ultrasona getdim, kista aşkar oldu, müalicə edirəm. Yəni, burada profilaktik müayinədən gedir söhbət, bəli. Yəni, tam yoxlanıb, daha sonra hormonal müalicələr aparılmalıdır. Amma qaldı ki, endometrium problemlərinə adətən özünü erkən simptomatika ilə göstərən bir xəstəliklərdir. Çünki qanayan bir, belə deyə, uşaqlığın hissəsi olduğu üçün dərhal özünü göstərir. Yetər ki, diqqətli olsunlar ki, hansı patologiyalar, hansı əlamətlərdə bir həkimə müraciət etmək lazımdır.
Əlbəttə, qızıl standart dediyimiz müayinə metodları var, diaqnostika üçün çox vacibdir, amma bununla yetinmək olmaz. Niyə? Çünki orada ölçülər var, dediyimiz kimi həyat tərzi var, qadın olma, qadının hansı yaşda olması və s. Bunlar dəqiq baxılmalıdır. Doktor, yəni həqiqətən də bu insanlar arasında baxırsan ki, ola bilər, bəlkə də övlad sahibi olmaq istəmir, oral kontraseptiv qəbul edir, neyinir? Yumurtlamır. Dominant yumurtası da yox, progesteron da yox deməkdir. Bu o deməkdir ki, artıq orqanizmdə sən hormonları alt-üst eləmirsən. Nə inirsən? Sadəcə qəbul edildiyin hormona görə uşaqlığın daxili qışasını qalınlaşdırırsan və adət görürsən. Süni adət görürsən. Hə, bunun sənə zərəri varmı? İndividual yanaşsaq, demək olar ki, çox böyük bir əksəriyyət insanlarda zərəri var. Çünki bu dərmanları mütləq şəkildə həkimin göstərişi ilə, bəli, yalnız ətraflı müayinələrdən sonra, dəqiq diaqnoz qoyulduqdan sonra bu problemlərin öhdəsində bu dərmanları qəbul edərək müalicəsini əldə etmək olar. Doktor, dediniz ki, biz onu bəzən biopsiya edirik, onun qaşınması və s. Onu necə toxunması, hər hansısa bir zərər ola bilərmi? Ümumiyyətlə, deyək ki, bəlli bir qalınlıq var və siz bilmək istəyirsiniz ki, niyə qalınlaşır? Biz əgər diaqnostika apardıq, istər reproduktiv, istər postmenopauza dövründə və diaqnostika metodları ilə qərar vermişik ki, burada bir endometrium giperplaziyası var. Endometrial giperplaziya yalnız klinik müayinələrdə diaqnoz qoyulacaq bir, belə deyim, patologiya deyil. Mütləq histoloji olaraq biz bayaqdan danışdığımız hansı ki, Ümumdünya Səhiyyə Təşkilatının bizə verdiyi nomenklatura var, klassifikasiya var. Hansı ki, sadə giperplaziyalar və mürəkkəb atipiyalı giperplaziyalar, hansı ki, bizim üçün onlar eyni sayılır. Yəni, endometrial, belə deyək, xərçəngönü patologiya sayılır. Və bunlar histoloji olaraq qoyulmalıdır. Yəni, bir həkim klinik olaraq nə qədər o diaqnozu qoymuş olsa da belə, histoloji olaraq bu təsdiqlənməlidir. İnkar eləmək üçün ki, orada həqiqi... Hardan götürülür? Daxili biz görə bilmirik. Görə bilmirik. Onun götürülmə üsulu küretajlar, paypı biopsiyalar və gisteroskopiya. Baxırsınız. Pap testimizi götürürük. Hə. Amma burada elə bir imkanımız yoxdur. Endometriyada amma onun da üsulu var, gisteroskopiya var, ora gələcək. Amma birinci biopsiyaları, belə deyək də, küretaj, paypılları inkar eləyə bilmərik təbii ki. Amma qızıl standart gisteroskopiyadır. Bütün dünyada görə-görə biopsiya eləmək. Necə sizin dediyiniz kolposkopiya bizə patoloji sahənin yerini göstərir. Gisteroskopiyada elə də anesteziya şəraitində aparılır. Endoskopik olaraq boşluğa daxil oluruq və maye yeridirik, genişləndiririk boşluğu. Birinci vizualizasiya aparılır, təftiş aparılır, patologiya dəqiqləşdirilir, daha sonra biopsiyaya gedilir. Onun da səbəbini qeyd edim. Bəzən ultrason müayinəsinə daha çox da rastlaşdığımız postmenopauzal dönəmdə olan xanımlarımızda giperplaziya kimi ultrason müayinəsi bir nəticə verir. Yəni, kistoz giperplaziya, amma boşluğa daxil olduğumuz halda boşluqda kistoz, fibroz, polip kimi vizualizə olunan bir sahə görürük. Ayaqçıq üzərində bildiyimiz kimi uşaqlı boşluğu açıq biz maye vurub genişləndiririk gisteroskopiya, amma belə açıq deyil də. Bağlı, əzələvi bir orqandır. Və ultrason müayinəsi nə qədər də 85% spesifikliyi olan bir müayinə olmuş olsa da, belə deyək də, gisteroskopiyanın spesifikliyi 95%-in üzərindədir. Yəni, biz boşluğa daxil olanda, maye vuranda o polipdirsə, divarlardan aralanır və mayenin içərisində belə deyə oynayır və biz onun ayaqcığından kəsib götürürük. Və hətta buradan bir də səslənim xanımlarımıza ki, belə giperplaziyalar üçün dərhal cərrahi əməliyyat qərarı alanlarımız var. Böyük cərrahi əməliyyat. Qanlaşma varsa dərhal əməliyyat icra eləyək. Bu, istər o proses qeyri-onkoloji olsa, istər onkoloji da olsa doğru deyil. Baxın, qeyri-onkolojidursa, biz giririksə... Əməliyyat olsa yaxşıdır, uşaqlığı çıxartmaq. Bəli, uşaqlığı çıxartmaq bizim ən öndə gedən bir istəyimizdir də. Yox, pasientlər tərəfindən çox təəssüf olsun ki... Mən elə yaşa gəlmişəm, bundan sonra uşaq dünyaya gətirməyəcəm. Sanki... İlham xanım, sözünüzü böldüm. Sonra problem olacaqsa elə bəri başdan götürək.
Yəni elə sonra o uşaqlıq çağından sonraki yerdə qalan problemləri düşünmürlər. Yəni o güdüldə də polip əmələ gələcəksə gələcək. Bir dəfə yox, bir 5 dəfə də gələcək. Hətta boşluq varsa orada, yəni, hətta boşluğun birində polip varsa, digər boşluqlar belə tibdə yoxlanılmalıdır. Yoxlanılmalıdır. Yəni onu yaradan səbəbi siz aradan qaldırmayınca yenə də o güdüldə əmələ gələcək. Amma insanlara sizin kimi bunun izahını vermirlər axı, doktor. Görün nə qədər incəliklərini başa salırsınız. Bunları ona görə vaxt ayırır. Beyin siqnalından tut yumurtlamaya qədər hər şeyin izahını verirsiniz. Postmenopauzal, menstruasiyanın fazasına qədər, onun qalınlığı, qalınlığın ölçülməsi, ölçünün vacibliyi, bunu strukturun önəmli olmalı. Hər kəs bu qədər məlumat vermir. Minnətdaram gəldiyinizə görə. Varmı sona demək istədiyiniz? Hər kəsə sağlam olmağı arzu edirəm. Sizə dəvətinizə görə təşəkkür edirəm. Hər zaman sizinlə efiri bölüşmək, nə zaman başlayır, nə zaman bitir bilmirəm. Mən sizə təşəkkür edirəm ki, insanlarımız üçün belə bir şərait yaradırsınız. Bizim üçün də şərait yaradırsınız ki, doğrular, düzgünlər nədirsə bizim dilimizdən əhalimiz eşidir. Ən azından qohumunda, bacısında, kimdəsə belə bir problem varsa da məsləhət bilir. Hətta illər öncə sizin verilişinizdə görən bizi pasiyentlərimiz bugünkü gündə öz qohumlarında bir şikayət üzərində olduğu halda bizə müraciət edirlər. Mən sizə təşəkkür edirəm. Nəzərinizə çatdırım, mart ayının 14-ü Səlyanda yerləşən Aran klinikasında onkoginekoloq kolposkopist Könül Mərdanovanın qəbulu olacaq. Səlyan və Səlyan ətrafı regionlarda yaşayan bütün xanımlarımıza səslənirəm. Ginekoloji sahədə bu və ya digər şikayətləriniz varsa, buyurun müraciətlərinizi edə bilərsiniz. Bugünlük bu qədər. Hələlik.